Vətəndaşların hüquqlarının təmsil edən dövlətin atributlarıdır, dövlətin qayda-qanunlarıdır. Amma təəssüflər olsun ki, biz onu oxumuruq, bilmirik. Pozulan vaxtları olub. O vaxtlar Sovetlər Birliyində raykom partiya yerləşirdi burada. Gəlib yazılırdım, gelirdim katibin qəbuluna. Dərdim derdim, o da çağırırdı bütün hansı kimlərə aid idi. Məsələ yoxlanılırdı, həll olunurdu belə. Konstitusiya ali qanundur. Bütün qanunlar Cinayət Məcəlləsi, Cinayət Prosessual Məcəllə, bütün qanunlar Konstitusiya əsasında formalaşır. Konstitusiya elə bir qanundur ki, ali qanundur. Deməli, qanunun işləməsi üçün də müəyyən strukturalar var. Konstitusiyada bütün prezidentin, Ali Sovetin, prokuror, baş prokurorun, Daxili İşlər Nazirinin bütün strukturaları yazılıb. Və ona əməl eləmək lazımdır. Əlbəttə, konstitusiyanın bütün maddələri insanların həyatı üçün önəmlidir. Sadəcə olaraq onların hər bir maddəsi həyata keçirilə, olduğu reallığı ilə insanlara yaxşı xidmət eləyər. Mən ürəkdən sevinirəm, bəyənirəm ki, bizim gözəl konstitusiyamız var. Konstitusiya qanunu 95-ci il deməli, bugünkü günü, yəni noyabr ayının 12-də təsdiq olunandan bu günə qədər də hal-hazırda həyata keçirilir. Bəzi müddəaların üzərində yenə təkmilləşmələr olmalıdır hər halda. İnsanların hüquqları müdafiə olunur, amma var da o hər bir kəsin özündən asılıdır. Əlbəttə, qanunlarımız işləyir, kim deyirsə işlər, xeyr, işləyir qanunlarımız. Sadəcə insanların da ictimai şuur formalaşmalı və dərk eləməli ki, konstitusiya bizim hüquqlarımızı müdafiə edən bir qanundur. Konstitusiyamız qəbul olunub, artıq 30 ildir də. Məncə, hüquqlarımızla bağlı heç bir problem yoxdur. Söz azadlığı ilə bağlı da mən özümə deyim ki, məsələn, heç bir problem yoxdur. Bəlkə də indi artıq müddət çox keçib, dəyişikliyə bəlkə də vaxt çatıb, ya nədir, indi onu hər halda bizdən biraz çox bilənlər bilərlər. Amma məni qane eləyir bugünkü gün. Hər ölkənin öz qanun qaydası olduğu kimi bizim də ölkəmizin, respublikamızın öz qanun qaydaları var. Konstitusiyanı əldə etmək üçün təhsil almaq lazımdır və onun əsasında özünü müdafiə eləməlisən. Müəyyən səhvlər olanda və yaxud da ki, hansısa problemi görürsənsə, o konstitusiyadan kənara çıxılırsa, onu elmə əsasən müdafiə eləmək lazımdır. Məsələn, sizin hüquqlarınız pozulursa, necə davranarsınız, nə edərsiniz? Öz yoluna buraxaram. Bəlkə də müəyyən bir səbəbləri aşkarlarında başa düşər ki, səhvlik harda olubdur. Zəhmət olmasa özünüzü təqdim edə bilərsiniz. Naibə. Soyadınız? Süleymanova. Çox sağ olun. Siz də sağ olun.